Salam dostlar. Deməli 2 gündür Arayik'in bir fotosu yayımlanır. Müxtəlif adamlar yayırlar. Bu Facebook'da, sosial şəbəkələrin hamısında. Deməli bu erməni separatçılarının lideri Bakıda məhkəmə prosesində çay içib. Hələ bir söz yazıb. Mənim fikrimə görə, mənim düşüncəmə görə məhkumlara məhkəmə zamanı çay verilməlidir, su da verilməlidir. Yəni təbii ehtiyacları ödənməlidir. Amma bizdə nə baş verir? Azərbaycanda nə baş verir və digər məhbuslarla bağlı məsələ nə yerdədir? Siz bilirsiniz, mən 3 il siyasi məhbus olmuşam, 3 il həbsxana həyatı yaşamışam və bu proseslərin içindən keçmişəm. Mən Balakən rayon məhkəməsində, Nəsimi rayon məhkəməsində, Səbahi rayon məhkəməsində, Bakı apellyasiya məhkəməsində, Şəki apellyasiya məhkəmələrində olmuşam. Bir ildən yuxarı mən bu məhkəmələrdə gəzmişəm dəfələrlə. Və heç bir məhkəmə prosesində, heç bir məhkəmə zamanı məhkumlara çay, yemək, heç nə verilmir. Olmayıb belə bir şey. Azərbaycanda məhkumlar, məhkəməyə aparılan məhkumlar səhər tezdən aparılır həbsxanaların bokslarına, otaqlarına. Orada şumon baş verir. Saatlarla orada qalsan ayaq üstə. Ondan sonra səni bir köhnə Sovet dövründən qalma bir-birinin üstündə məhkumlar belə basıb aparırlar məhkəmələrə. Və bu dəfə məhkəmələrin boksunda oturub gözləyirsən. Məhkəmə səhər saat 10-da, 9-da tutaq ki, apellyasiya məhkəməsinə gedən məhkum gecə evə gəlir. Şimdi qayıdır kamerasına. Bəzən elə hallar olur ki, bu Varanok dedikləri həbsxana maşını yolda probkaya düşür Bakı şəhərində. Saatlarla qalır. Və səhər saat 8-dən axşam saat 8-ə, 9-a qədər məhkumlar ac qalır. Heç nə vermirlər məhkumlara. O Bakının o iylənmiş krantından açıb su içməlidir. Ya da ki, hansısa bəzən məhkumların yaxınları məhkəmə proseslərində gəlirlər. Onlar konvoya rüşvət verirlər ki, içəridəki məhkuma yemək çatdırsınlar, siqaret çatdırsınlar. Rüşvətlə də bu işlər. Bütün məhkəmələrin hər birində rüşvətlə də bu işlər. Azərbaycanlı məhkumlar üçün, bu məhkəmə proseslərində işləyən məhkumlar üçün yemək pulu ayrılır dövlət büdcəsindən. 100 minlərlə manat yemək puludur. Və bu ilə bağlı Abzas Medianın indi həbsdə olan jurnalistləri çox gözəl bir araşdırma yazısı yazıblar. Girin Abzas Medianın səhifəsindən baxın, görəcəksiniz. Yaxud da saytına girin baxın. Tapın, oxuyun onun məqaləni. İlham Əliyev Arayik üçün bütün şəraiti yaradıb, hər bir şəraiti yaradıb. Nəinki Arayik üçün, Qarabağ separatçıları üçün. Bu həmin Arayikdir ki, Gəncədə yaşayış binasının vurulmasına əmri verdiyini etiraf edir. Onun əmri ilə Gəncədə yaşayış binası vurulub və orada az yaşlı körpələr ölüb. Orada mülki vətəndaşlar ölüb, orada yaşlı adamlar ölüb. Bir gün məhkəmədə əlində istica ilə poza verir, şəkil çəkir. Bir daha da deyirəm ki, mən heç bir məhkumun çay verilməməsini, işgəncə verilməsini, onlara hər cür qeyri-insani rəftara məruz qalması əleyhinə, o cümlədən Arayikə, o cümlədən də Bakıda məhkəmə prosesi keçirilən ermənilərə qarşı. Olmamalıdır belə, qeyri-insani rəftar olmamalıdır. Amma Azərbaycanı müdafiə edən, bu vətən uğrunda, bu xalq uğrunda canını, qanını verən Tofiq Yaqubliyə, Ruslan İzzətliyə və digərlərinə eyni şəraiti yaratmalıdır. Necə ola bilər ki, Azərbaycan xalqının qanını tökən, Azərbaycan xalqının qatili olan bir adam məhkəmə zalında çay içir, amma Azərbaycan xalqını qoruyan, bu vətəni qoruyan, şərlənərək həbs olunan siyasi məhbuslar bir hüküm suya möhtac qalırlar. Və bu İlham Əliyevin göstərisindən başlayır. Eləcə də digər Azərbaycan vətəndaşı olan məhkumlar. Niyə bizim məhkumlar bu şəraiti yaratmır? Bu foto dünyaya göstərmək üçündür ki, biz humanistik, İlham Əliyev humanistik. Azərbaycan xalqı onsuz da humanistik. İlham Əliyev özü humanist kimi göstərir. Bəs həbsxanalarda acından ölən məhkumlar
Həbsxana üçün ayrılan vəsaitlərin hamısını penitensiar xidmət Ədliyyə Nazirliyi İlham Əliyev yeyir. Bax, mənim aparıb cəza çəkdiyim müəssisə 16 saylı cəza çəkmə müəssisəsidir. Bakı Gündüz mərkəzində yerləşir. 400 nəfərlik həbsxanaya 1500 nəfər adam salmışlar. 1500 məhkumun yalnız 200 nəfəri həbsxana yeməkxanasında yemək yeyir. Çünki orada yemək yeməyə heç nə yox idi. Yerdə qalan 1200 məhkumun yeməyi, ərzağı çöldən gəldi. Valideynləri gətirdi, yaxınları gətirdi. Çünki İlham Əliyev oğurluyurdu həmin adamlar, məhkumların yeməyi. Eləcə də bax, bu şeydə olan, məhkəmə proseslərində olan məhkumlar özləri ilə yemək aparmağa da icazə vermirlər. Sən mütləq konvoya rüşvət verməlisən, haradaysan yemək gətirməlisən. Yaxud da ki, sənin əzizlərin, sənin yaxınların yemək gətirməlidir, konvoya rüşvət verməlidir. Konvoy o yeməyin böyük bir hissəsi özü oğurlayıb, öz qarnına doldurmalı, cüzi hissəsində məhkuma verməlidir. Belədir, reallıq bundan ibarətdir. İlham Əliyev üçün Azərbaycan xalqının qatilləri Azərbaycan xalqının vətəndaşlarına daha əzizdir, daha qiymətlidir.